Böyük kürək üçün əsas məsləhət görəcəyim 3 hərəkət. Birinci hərəkət konkret olaraq belə aparatınız varsa, aralayaraq lat-puldan, yəni sirkulyar super lat-puldan deyirlər buna. Bu hərəkətlə başlayırsınız. Mən deyərdim kürək üçün ideal hərəkətlərdən biridir, hansında ki, birbaşa olaraq maksimal kürə yüklənə bilir bütövlüklə. Həmçinin gedirik buradan ikinci hərəkətə. Əlbəttə, mənim sevimli hərəkətlərimdən biri super low row hərəkətidir, yəni aşağıdan row. Bu hərəkət niyə görə məndə xüsusidir? Burada dartma məsafəsinin amplitudası, yəni məsafəsi konkret olaraq böyükdür. Onun hesabına siz maksimal dərəcədə kürəyi dartıb, həmçinin istədiyiniz çəkiləri yükləyə bilirsiniz. Və əlbəttə ki, gedirik üçüncü hərəkətə. Paptu bir də. Və əlbəttə ki, turniksiz kürək məşqini təsəvvür eləmək olmaz. Turnik kürək üçün ən bomba hərəkət olaraq qalır. Binəyi qədimdən hələ bu hərəkəti də heç vaxt, heç bir başqa kürək hərəkəti deməzdik, tamlığını əvəz eləməyəcək, amma bunda olan yükləməni deyərdim vermək çətin olacaq. İşləyin, kürəyinizi böyüdün. Əlbəttə ki, bu hərəkətləri də məşqinizdə saxlayın.